Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İki sözlü, üç sözlü cümlələrə keçid hansı yaş dövrünə təsadüf edir? Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarının başqaları ilə müqayisə edərək yersiz həyəcanlara yol verirlər. Elə isə bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin inkişaf mərhələlərini nəzərdən keçirək. 0-6 ay. Bu dövr daha çox qığıldama dövrü kimi məlumdur. Belə ki, bu dövrdə uşaqlar tam sözləri yox, müəyyən hecaları ifadə etməyə çalışırlar. Bu dövrdə uşaqlar əsasən hecaları birləşdirməyə çalışırlar. Ətrafda eşitdikləri səsləri təqlid edirlər. Daha çox ata, ana kimi tək hecalı sözləri ifadə edə bilirlər. 12-18 ay. Artıq sadə və iki sözlü cümlələr qura bilirlər. Məsələn, ana gəl, ata al və s. kimi. Uşaqların bu dövrdəki söz xəzinələri təqribən 5-25 söz arasındadır. 18-24 ay. Bu dövrdə iki sözlü cümlələrin sayı artır və uşaqların söz xəzinələri 25-dən 50-yə qalxır. Artıq onların dedikləri sözləri başa düşmək də çətin deyil. 24-36 ay. Bu dövrdə uşaqlar tərkibində 2 və 2-dən çox söz olan cümlələr qurmağa başlayırlar. Sözlərdəki hecaların sayı da nisbətən çoxdur. Söz xəzinələri isə orta hesabla 1000-ə yaxındır. 3-5 yaş. Mənli cümlələri qurmağa başlayırlar. 5 və daha çox sözlü cümlələr qururlar. Çoxlu suallar verirlər. 5 yaşa doğru söz ehtiyatları təqribən 2000-ə çatır. Hər uşaq eyni deyil. Bu məsələdə bir şeyi də unutmaq olmaz ki, dilin inkişaf sürəti hər uşaqdan asılı olaraq dəyişir. Ona görə də sadalananlar əsasən uşaqlarda dilin inkişafının ümumi mərhələlərini ifadə edir. Əgər sadaladığımız siyahı ilə uşağınız arasındakı kiçik fərqlər varsa, bu heç də qorxulu deyil. Yox, əgər fərqlər gözlə görüləcək qədər böyükdürsə, bir mütəxəssislə məsləhətləşməyə ehtiyac var.